Tiroid hormonu qəbul etdiyimiz halda niyə TSH hələ də normada deyil? Bunun bir neçə səbəbi var. Öncəliklə, pasientlər bəzən tiroid dərmanlarını tox qarnına qəbul edirlər. İkinci səbəb, tiroid hormonu ac qarnına qəbul edilir, ancaq yetərincə zaman gözlənilmədən səhər yeməyi olunur. Məsələn, zob dərmanı qəbul edən pasient mütləq 30-40 dəqiqə gözləməlidir, sonra səhər yeməyini qəbul etməlidir. Üçüncü səbəb, pasient tiroid hormonu qəbul edir, ancaq aradan 3-4 saat keçmədən kalsium, dəmir və mədə qoruyucu kimi dərmanlar qəbul edir. Bu halda da tiroid hormonu dərmanının sorulması zəifləyir. Dördüncü səbəb, L-traksin, Eutrox və ya digər bu kimi tiroid hormon əvəzləyici preparatları blisterdən çıxarılması və uzun müddət soyucuda saxlanması TSH hormonunun yenə də normadan yüksək olmasına səbəb olacaqdır. Ona görə də pasientin dərmanının dozasını qaldırmadan öncə mütləq həkim bütün bu sualları sorğulanmalıdır. Əgər dərman doğru qəbul edilmirsə, dozanı artırmaq lazım deyil və düzgün şəkildə preparatı davam etmək lazımdır.